Tarixdə ilk dəfə Nobel mükafatı alan türk alimi kim olmuşdur? Tarixə başlamamışdan əvvəl bir şey deyim ki, ümumiyyətlə türk alimləri və yazıçılarından Nobel mükafatlarına namizəd göstərilən xeyli adam vardır. İlk dəfə olaraq Nobel mükafatına namizəd kimi göstərilən türk yazıçısı Yaşar Kemal idi. Lakin SSR ərazisindən də müxtəlif türk yazıçıları Nobel mükafatına laureat kimi namizəd göstərilmişdilər. Bunlardan birincisi məşhur qırğız yazıçısı Çingiz Aytmatov idi və məşhur çuvaş yazıçısı Gennadi Ayği idi. Lakin dəfələrlə Nobel mükafatına namizəd göstərilməklərinə baxmayaraq, müxtəlif adamlar onların əvəzinə Nobel mükafatı almışdılar. İlk Nobel mükafatı alan türk isə Orxan Pamuk idi ki, ya özünün erməni və kürd soyqırımı məsələsini ağartdığına görə həmin Nobel mükafatına layiq görülmüşdü və maraqlı da bundan ibarət idi ki, o Nobel mükafatı alan günü Fransa parlamenti də erməni soyqırımını tanımışdı. Lakin ilk dəfə Nobel mükafatına layiq görülən türk alimi isə Əziz Səncərdir. O, insan DNK-sının bərpasında apardığı tədqiqatların uğuruna görə bu mükafata layiq görülmüşdür. Özü 400 məqalənin 33 kitabın müəllifidir və hazırda xərçəng xəstəliyinin müalicəsinin effektiv üsulları üzərində işləyir.